Əvvəla hamınıza salam. Mən bugün sizə GTA San Andreas'a maşın yükləməyi öyrədəcəm. Bunun üçün biz ilk növbədə Google Chrome'a daxil oluruq. Daha doğrusu Google Chrome'a daxil olur və gitainside.com saytına daxil oluruq. Buradan San Andreas bölməsinə girib Cars seriyasını seçirik. Bəli, buradan sizə istədiyimiz hər hansısa bir maşın seçə bilərik. Məsələn üçün Ferrari maşınını mən misal olaraq götürürəm. Buradan şəklin üzərinə vururuq. Daha doğrusu bir download basır və bir dəfə də start download basırıq və maşın yüklənir. Maşın yükləməsi isə 1, 2, ən azı 3 dəqiqə vaxt alır. Təxminən. Bəli, maşın yükləməsinə saniyələr qalıb. Və yükləndi. İndi isə Google Chrome'dan tamamilə çıxırıq. Daha sonra isə maşın zagruşka düşmüşdü, oraya giririk. Maşına daxil olub içindəki TXT və DPP fayllarını götürürük. Və TXT, bəli. Daha sonra isə GGM proqramını açırıq. Bu proqram olmasa maşınları GTA San Andreas'a yükləmək olmaz. GGM proqramına daxil oluruq və DPP və TXT fayllarında verilən maşının adını buraya yazırıq. Burada Turismo yazılmışdır. Bəli, Turismo. Bəli. Daha sonra isə burada yuxarıda olan installara vururuq. Daha sonra isə manual mod installara vururuq və Rabit installda olan DPP və TXT fayllarını buradakı olan DPP və TXT fayllarını olan yerinə atırıq. TXT faylı. Daha sonra install vururuq və artıq Ferrari GTA San Andreas'dakı olan əsl maşının yerindədir. Yaxşı komment yazın və xahiş edirəm kanalıma abunə olun. Gələn görüşlərə hələlik sağ olun.